Salam. Bugün sizə xaricdə təhsillə bağlı, xaricdə universitet oxumaqla bağlı pul ilə həll olunmayan məsələlər haqqında danışacağıq. Çünki bəzi məsələlər var ki, siz istədiyiniz universiteti oxumağa imkanınız çatsa da, siz öncədən ona hazırlaşmalı, plan qurmalı və road map hazırlamalısınız. Bugün bu haqda 6 əsas önəmli məsələ haqqında danışacağıq. Xaricə təhsil almağa niyə gedirsiniz? Sadəcə təhsil almaq üçün? Əslində xeyr. Xarici universitetdə təhsil alanda siz sadəcə təhsil almırsınız. Təbii ki, təhsilin önəmi var, bilik olaraq sizə faydası çoxdur. Amma xaricdə oxumağın ən böyük üstünlüklərdən biri təhsildən çox şəbəkələşmə, networking dediyimiz şəbəkələşmə və həmin təcrübədən, experience-dən yararlanmaqdan ibarətdir. Siz xaricdə oxuyarkən, əgər güclü bir universitetdə oxuyursunuzsa, dünyanın ən güclü tələbələri həmin universitetə gəlir və siz həmin universitetdə oxuyarkən həmin güclü tələbələrin təcrübəsindən, imkanlarından və gələcəkdə onların sizdə olacaq faydalarından yararlana bilərsiniz. Məsələn, sizin oxuduğunuz tələbələr başqa ölkələrin prezidentləri ola bilər, baş nazirləri ola bilər. Sonra o sizin üçün beynəlxalq ticarətdə böyük bir üstünlüyə çevrilə bilər. Ona görə xaricdə oxuyarkən siz sadəcə təhsil verəcək universiteti deyil, sizə networking verəcək universiteti də nəzərə almalısınız. Əgər universitet sizə təhsildən başqa nələr verir, bunlara baxmalısınız. Experience olaraq, networking olaraq sizə nə qədər faydası olacaq? Baxın, əsas seçimdə sadəcə diplom deyil, siz networkingi daha üstün tutmalısınız. Bugünkü dünyada networking təhsildən daha çox önəmlidir və gələcəyiniz üçün çox faydalıdır. Azərbaycanda elə bilirlər ki, 700 bal topladıqdan sonra xaricdə istənilən universitetə qəbul ola bilərsiniz. Amma əslində belə deyil. 700 bal sadəcə xarici universitetlər üçün bir statistikadır. Amma siz baxırsınız ki, bəzi tələbələr 400 bal topladıqdan sonra belə xaricdə ən yaxşı universitetə qəbul ola bilirlər. Amma 700 bal toplayan tələbə bir çox universitetə qəbul ola bilmir. Bunun əsas səbəbi road map'in olmamasıdır. Siz əgər öncədən xaricdə təhsilinizi planlamırsınızsa, ona görə hazırlaşmırsınızsa, sadəcə din balına hazırlaşırsınızsa, bunun sizə faydası çox da böyük olmayacaq. Çünki din balı sadəcə Azərbaycan tələbələri arasında keçirilən bir yarışın nəticəsidir. Amma xarici universitetlər, güclü universitetlər sizin dünyada keçiriləcək yarışın nəticəsinə baxmaq istəyir. Siz dünya tələbələri arasında nə qədər yarışda üstün ola bilmişsiniz? Siz Singapur tələbəsindən öndəsiniz, Çin tələbəsindən öndəsiniz, yoxsa onlardan geridəsiniz? Baxın, buna baxırlar. Ona görə sizin dünyadan olan olimpiyadanız, dünya yarışlarından olan matematika yarışlarınız, idman yarışlarınız və orada götürdüyünüz yerlər sizə 700 baldan qat-qat qəbul üçün önəmli bir meyardır. Və siz xaricdə oxumaq istəyirsinizsə, güclü universitetdə oxumaq istəyirsinizsə, öz daxili imtahanınızla bərabər, DİM-lə bərabər bunu da planlamalısınız. Yəni siz necə DİM imtahanını 3 il, 4 il öncədən planlayıb ona hazırlaşırsınızsa, siz xarici universitetə də öncədən sizin bir yol xəritəniz, road map'iniz olmalıdır və buna hazırlaşmalısınız. Deyirlər Almaniya pulsuzdur, İtaliya təqaüd verir. Bəs siz bilirsiniz ki, bir il sonra Almaniyada, İtaliyada oxuyan tələbələrin 50%-i kəsilir və universitetdən atılır. Bunun bir əsas səbəbi var. Əgər siz bir universiteti pulsuz və ya çox ucuz təhsil haqqı olan bir ölkədə oxuyursunuzsa, bunun bir bədəli var. Bunun bir qarşılığı var. Bu da akademik yükdür. Siz Azərbaycan orta məktəbini bitirən, attestat proqramını bitirən və ya Azərbaycanda çox yaxşı hazırlaşmayan bir tələbəni siz böyük bir akademik yükün bir bəlanın içinə atırsınız. Sonra da o tələbə orada oxuya bilmir. Siz onu başqa bir yerə köçürürsünüz. Sizin ödədiyiniz pul 2 qata çıxır. Siz Almaniyada bəlkə də seyv elədiyinizi, qənaət elədiyinizi düşünürsünüz. Amma sizə çox baha başa gəlir. Övladınıza psixoloji yük olur və həddən artıq tələbənin motivasiyasına böyük təsir göstərir. Əgər siz bu ölkələrdə oxumağı planlaşdırırsınızsa, bunu çox öncədən bir road map'ini qurmanız lazımdır. Buna daha yaxşı hazırlaşmaq lazımdır. Yaşınızın yetkinlik yaşına çatması lazımdır. Baxın, Almaniyada, İtaliyada tələbələr 18-19 yaşında universitetə başlayırlar. Bunun bir statistik əsası var. Çünki tələbələr o yaşda yetkinlik yaşına çatdıqdan sonra ciddi akademik yükü qaldıra biləcək səviyyədə olurlar.
Amma Azərbaycan tələbələri, Azərbaycan gəncləri 17 yaşında, 16 yaşında Almaniyada, İtaliyada bir təhsilə başlayırsa, siz bunlardan sonra böyük nəticə gözləyə bilməzsiniz və bu tələbəyə həddən artıq depressiv bir yük yükləyir və sonra bunun altından qalxmaq həddən artıq çətin olur. Ona görə əgər siz Almaniyada, Avropada təhsil fikirləşirsinizsə, ucuz, pulsuz, təhsil haqqısı az olan bir ölkədə oxumasını istəyirsinizsə, mütləq övladlarınızı 18 yaşa kimi oxutmalısınız, buna hazırlaşdırmalısınız, beynəlxalq diplomlar aldırmalısınız. Ondan sonra onları bu yükün altına buraxıb oxumasından yaxşı nəticə çıxarmasını gözləyə bilərsiniz. Əks halda siz sadəcə onların önünü kəsərək, özünüzə də həddən artıq maliyyə ziyanı vuraraq onların təhsilinə və gələcək karyerasına böyük maneə törətmiş olursunuz. Övladınızın balı yüksəkdir, IELTS-dan yüksək bal alıb, amma universitetdən rədd cavabı alıb. Bunun əsas səbəbi universitetlər artıq robot tələbə axtarmır. Artıq bir çox universitetlər, xüsusilə güclü, dünyada sıralaması yüksək olan, Təhsil Nazirliyi tərəfindən avtomatik tanınan universitetlər var ki, onların qəbulları sadəcə sizin universitet qiymətlərinizə baxmır və standart qiymətlərə çox da reaksiya vermirlər. Siz əgər güclü bir universitetdə oxumaq istəyirsinizsə, yaxşı bir universitetdən yaxşı təqaüd almaq istəyirsinizsə, siz mütləq bir təhsil planınız olmalıdır. Siz sadəcə qiymətləriniz yaxşıdır, SAT balınız yüksəkdir, IELTS balınız yüksəkdir, bütün sənədləri universitetə göndərin, necə olsa sizi qəbul eləyəcəklər, artıq belə reallıq yoxdur. Siz hər hansı universitetə müraciət edirsinizsə, həmin universitetin profilinə baxmalısınız, onların departmentinin uyğunluğuna, sizə uyğun olan sahə varmı, sizin istədiyiniz ideya orada nə qədər dəstəklənir. Siz bunlara baxıb buna görə bir profil qurmalısınız, bir neçə il bu profilə hazırlaşmalısınız. Siz ondan sonra bu universitetə müraciət edib bunlardan qəbul şansınız olma ehtimalı yüksəkdir. Əks halda siz sadəcə bir 20-30 universitetə sənəd göndərirsiniz, onların da 29-undan rədd cavabı gəlir. Birinə də ya təqaüdsüz qəbul olursunuz, ya da qəbul olduqdan sonra heç getmək istəmirsiniz və bu da sizin bir neçə il planlamadığınız, sadəcə universitetə müraciət etdiyiniz və sonda əlinizdə istədiyiniz universitetin olmadığı anlamına gəlir. Ona görə siz əgər güclü bir universitetə imtahan səbəbini minimuma endirmək istəyirsinizsə, güclü universitetlər üçün yaxşı roadmap və təhsil planınızın olmasından keçir. Hər kəs övladını xarica göndərmək istəyir, amma övladı universitet oxuduqdan sonra, 4 il sonra iş tapacaq, oradan işləyəcək, Azərbaycanda işləyəcək, bunu planlaşdıran yoxdur və siz düşünün, övladınız 4 il sonra xaricdə bir universiteti qutarıbsa, siz kifayət qədər ona maliyyə ayırmısınızsa, ondan sonra heç bir işi yoxdursa, bu universitet və ya bu diplom sizin nəyinizə lazımdır. Ona görə siz universitet planlaşdırarkən universiteti deyil, ixtisasın gələcəyini araşdırmaq lazımdır. Bunun üçün konsultasiya almaq lazımdır. Siz universitet qutaranda 2030-cu ildə sizin ixtisasın bir mənası olacaq, yoxsa olmayacaq, yoxsa onu sadəcə süni intellekt əvəzləyəcək. Siz bunlar haqqında hökmən düşünməlisiniz. Hansı ölkədə oxuyacaqsınız, hansı karyeraya davam etmək istəyirsiniz və o universitetin, o ixtisasın həmin karyeraya görə işə götürmə faizi nə qədərdir? Həmin universiteti bitirən tələbələr həmin sahə üzrə nə qədər işə alınırlar, həmin universitetin həmin şirkətlərlə nə qədər əlaqəsi var, bunları hesablayıb, araşdırıb, öyrənib və buna görə plan qurub həmin universitetlərə və ya həmin ixtisaslara seçmək lazımdır. Hər hansı bir ixtisas populyardır deyə və ya sadəcə sizin xoşunuza gəlir deyə o ixtisası oxumaq siz üçün sadəcə 4 ilin boşuna keçməsinə səbəb olur və kifayət qədər maliyyəniz gedir, vaxtınız gedir və sonda siz yenə işsiz qalırsınız. Əgər siz bir universitet oxumaq istəyirsinizsə, onu hədəfli oxumalısınız. Yəni sizin universitet oxumağınızın bir mənası olmalıdır. Bunun da sonu bir karyera ilə bitməlidir. Əgər siz universitet oxuyub sadəcə ondan sonra işləməyəcəksinizsə, artıq bugünkü dünyada bu universitet oxumağın sizin üçün heç bir anlamı yoxdur. Xaricdə təhsil bugünkü dünyada miqrasiya deyil, qlobal rəqabətdir. Çünki əvvəllər hər kəs övladını Avropaya, Amerikaya təhsil almağa göndərirdisə, hər kəsin beynində ilk hədəf orada oxuyacaq, orada işləyəcək, orada yaşayacaq, Avropa vətəndaşı olacaq, gələcəyini orada quracaq anlamı ilə bir növ təhsil miqrasiyası məqsədli xarici universitetlərə göndərirdilər. Artıq dünya dəyişib, siz
yaxşı təhsiliniz, rəqabətli təhsiliniz olduqdan sonra dünyanın istənilən ölkəsində oxuyub, işləyib, yaşaya bilərsiniz. Ona görə xarici təhsil artıq bir növ təhsilin rəqabətinə çevrilib. Artıq bu gün tələbələr sadəcə Avropada oxumaq xatirinə Avropaya getmirlər. Amerikada oxumaq, yaşamaq xatirinə Amerikaya getmirlər. Onlar güclü təhsil almaq xatirinə həmin ölkəni seçirlər və təbii ki, bu ölkələrdə artıq Çin, Sinqapur, Koreya, Yaponiya kimi ölkələr də öndə gəlir. Çünki onların da təhsillərində güclü rəqabət var. Xüsusilə Hong Kong universitetləri, Şanxay universitetləri, Koreya universitetləri dəqiq elmlər sahəsində, kompüter sahəsində, tibb sahəsində çox-çox önə çıxmadadırlar və artıq tələbələr seçimlərini daha məntiqli, rasional eləyirlər. Çünki tələbələr artıq baxır ki, onlar ən yaxşı təhsili ən uyğun maliyyə xərclərinə, çox dərin maliyyə xərclərinə girmədən ən uyğun ölkədə, ən rəqabətli universitetdə necə ala bilərlər və təbii ki, bu universitetləri seçəndə, təhsil haqqlarını müqayisə eləyəndə Hong Kongun, Çinin, Koreyanın, Yaponiyanın universitetləri daha öndə olur. Çünki onların da dünya sıralamasında kifayət qədər yerləri yaxşıdır. Azərbaycan Təhsil Nazirliyi tərəfindən çoxları çox rahatlıqla tanınır və təqaüd alma imkanları daha yüksəkdir və təhsil alıb sonra istənilən yerdə işləyə bilərlər. Məsələn, Sinqapurda, Hong Kongda oxuyan tələbələrin çoxu Avropada, Amerikada işləyir. Çünki rəqabətli bir təhsil sistemindən keçirlər. Ona görə siz də artıq təhsilinizi xaricdə oxumağı planlaşdırırsınızsa, miqrasiyalı təhsilə deyil, rəqabətli təhsilə üstünlük verin.